IT Skills Sprint layihəsinin məzun günüdür. IT Skills Sprint layihəsi sənaye, dövlət və universitet üçbucağı modelində qurulmuşdur. Bu model iqtisadi inkişafın və innovasiyanın formalaşdırılması üçün sadalanan bu qurumların qarşılıqlı əməkdaşlıq mexanizmini təsvir edən strateji yanaşmadır. Həmçinin bu model innovasiya ekosisteminin əsas hərəkətverici qüvvəsidir. Layihənin əsas təşəbbüskarı bu üçbucaqda dövlət qurumu olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi, universitet olaraq ölkənin bütün universitetləri, sənaye tərəfində isə beynəlxalq reytinqlərdə top 10-luqda yer tutan İspaniyanın IT düşərgə təchizatçısı olan Iron Hack şirkətidir. Layihə bütün universitetlərə açıq elan olunmuş və layihəyə IT ixtisaslarında təhsil alan 120 nəfər tələbə seçilmiş və onlar öz həm tədris prosesini, həm capstone layihələrini uğurla yekunlaşdıraraq bugün məzun olurlar. Ümumiyyətlə, bu proqrama başlayanda proqramdan gözləntilərim çox böyük idi və həqiqətən də bu proqram bütün gözləntilərimi qarşıladı. İstər dərs müddətində keçirilən praktiki biliklər, istər teoretik hissələr bizə bütün DevOps haqqında olan bilikləri tam mənimsətməyə kömək etdi. Eyni zamanda proqram müddətində qazandığım biliklər mənə bu sahədə iş tapmağa və həmçinin öz üzərimdə inkişafı davam etdirməyə mənə çox kömək oldu. IT Skills Sprint layihəsi boyunca mən data və AI istiqamətində öz biliklərimi təkmilləşdirdim. Bu sahədə həm praktiki, həm nəzəri biliklər öyrənərək düşünürəm ki, gələcək karyeramda mənə çox xeyir verə biləcək şeylər öyrəndim. Eyni zamanda bundan sonraki karyeramda bu biliklərimi tətbiq etməyi planlaşdırıram və yenə də öz öyrəndiklərimin üzərinə yeni şeylər əlavə edərək özümə uğurlu karyer yolu dizməyi planlaşdırıram.